Hərrac xüsusilə dövlət əmlakının özəlləşdirilməsi və ya resursların səmərəli bölüşdürülməsi baxımından regionun iqtisadi dinamikasını göstərən ən mühüm göstəricilərdən biridir. Cari ilin ötən 3 ayında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında əmlak məsələləri dövlət xidmətinin tabeliyində hərracların təşkili mərkəzi publik hüquqi şəxs tərəfindən Muxtar Respublikada ümumilikdə nəqliyyat vasitələrinin özəlləşdirilməsi üzrə 13, xidmət mərkəzlərində yerləşən qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi üzrə 3 hərrac keçirilib. Həmçinin yer təkinin istifadəyə verilməsi üzrə 2, bələdiyyələrin mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə və icarəyə verilməsi üzrə 7 hərrac prosesi keçirilib. Yer təkinin istifadəsi ilə bağlı hərracların keçirilməsi qaydalarına uyğun olaraq Culfa rayonu ərazinin 2, Gəlcik pis yatağı 10 il müddətinə, Ordubad rayon Aylis Qul Sıngıl yatağı isə 1 il müddətinə istismara verilmişdir. Həmçinin bələdiyyə mülkiyyətində olan 7 torpaq sahəsinin mülkiyyətə və ya icarəyə verilməsi məqsədi ilə hərraclar təşkil olunub. 5 torpaq sahəsi mülkiyyətə, 2 torpaq sahəsi isə icarəyə verilmişdir. Ümumilikdə hərraclardan daxil olan 174.180 manat, o cümlədən nəqliyyat vasitələri üzrə 57.230 manat, qeyri-yaşayış sahələri üzrə 14.950 manat və yer təkindən istifadə bağlı isə 102.000 manat vəsait təşkil etmişdir. Əlavə olaraq qeyd edim ki, bələdiyyə torpaqlarının mülkiyyətə və icarəyə verilməsindən 14.000 manat vəsait bələdiyyələrin büdcəsinə daxil olmuşdur. Keçirilən ümumi hərracların sayında 2025-ci ilin eyni dövr ilə müqayisədə 6,2 dəfə, nəqliyyat vasitələrinin özəlləşdirilməsinə isə 4,3 dəfə artım olmuşdur. Şübhəsiz, hərraclarda qiymət subyektiv qərarla deyil, tələb və təklif əsasında müəyyənləşir. Bu, həm alıcı, həm də satıcı üçün şəffaf bir mühit yaradır. Odur ki, hərrac və müsabiqələrdən daxil olan xidmət haqqında da artım olub. Belə ki, ötən ilin müvafiq dövrü ərzində xidmət haqqı 2308, cari ilin ilk rübündə isə 24742 manat təşkil edib. Hafiz Əliyeva, Təxminə Babayeva, Cavad Hüseynov, NTV Xəbər.